immun hüceyrələr məhz bağırsaqlarda yerləşir. Təqribən insan orqanizmində olan immun hüceyrələrin 80%-i insan bağırsağında yaşayır. Və bunun sayəsində bağırsaq bakteriyaları immun sistemin tənzimlənməsində çox güclü rol oynayır. Üçüncü mexanizm bağırsaq keçiriciliyidir. Bildiyimiz kimi bağırsaq qanla xaricidən qəbul olunan qida maddələri arasında bir bariyerdir. Və bu bariyer nə qədər seçici, nə qədər düzgün olarsa, biz o qədər də sağlam oluruq. Bu nə deməkdir? Əgər insan orqanizmində ümumiyyətlə yaxşı və pis bakteriyalar var və bu yaxşı pis bakteriyalar arasındakı balansın pozulması nəticəsində bağırsaq keçiriciliyi arta bilər və bağırsaq keçiriciliyinin artması onun seçiciliyinin aşağı düşməsidir və fərqli yad maddələr artıq qana daha asanlıqla daxil ola bilər. Bura eyni zamanda zərərli bakteriyaların toksinləri də aiddir ki, hansısa ki bunlar da